Güya Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələr var ki, onu orada yazıblar, gizlədiblər. Yalandır. Araşdırın bunu. Bu yalandır. Bu böyük bir böhtandır. Şiələrin ayrıca bir Quranı var. Quran-Kərimdə olmayan ayələri orada deyirlər. Adını da qoyublar Müshəf, Fatimənin Müshəfi. Quranın da adlarından bir Müshəfdir. Və Fatimə salamünaleyküm əlində olan kitab ayrıca bir kitabdır. Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələri var ki, onu orada yazıblar, gizlədiblər. Elə bir hakim, hakimiyyətdə olan insan yoxdur ki, onun adı, atasının adı o kitabda yazılmasın. Bu Biharul Ənvarda nəql olunmuşdur. Hələ bu nədir? O cümlədən də Əhl-i Sünnə qardaşlarımız öz kitablarına nəql ediblər ki, o kitab elm dəryası idi, xəzinə idi, qeybdən məlumat verirdi, orada kəşflər var idi. O kitabı da heç də öyrənməklə, 6 aylıq müəllim yanına, ustad yanına gedib öyrənməklə olan elmlər yox idi. Orada qeyb elmləri var idi. Miqdarı, səhifəsi nə qədərdir? Əhl-i Beyt imamlarımızdan, Allahın salamı olsun onlara soruşduqda, imamlarımız buyururlar ki, Müshəf əlinizdə olan Qurandan 3 bərabərindədir. İndi o kitab kimdədir? Əqidəmiz budur və indi hal-hazırda o kitab zamanımızın imamı, 12-ci imam, İmam Mehdi əleyhissalamın yanındadır. Bəli, İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah. Bu hadisə bizə nəyi başa salır? Xanım Fatimə-i Zəhra salamünaleyhanın adlarından biri mühəddəsədir. Deməli, Peyğəmbərdən sonra Xanım Fatimə-i Zəhra salamünaleyhanın məqamı, ucalığı o qədərdir ki, yanına mələk Cəbrail İslam gəlir. Cəbrail hər adamın yanına gəlməz. Sadə bir insanın yanına Cəbrail gəlməz. Allah rəhmət eləsin, İmam Xümeyni buyurur ki, mələyin gəldiyi insandan sinxiyyət, ona münasiblik olmalıdır. Ləyaqət olmalıdır. Əgər Fatimə-i Zəhra salamünaleyhanın yanına Cəbrail əleyhissalam gəlirsə, məsələ sadə deyil. Bu xanımın məqamından, fəzilətindən xəbər verir. Və böyük tanınmış alim, Molla Sədra, filosof, Sədrül Mütəllihin, Əsfar kitabının sahibi ki, Sədrül Mütəllihin adlanır, özü buyurur ki, o kitab elm dəryası idi, xəzinə idi, qeybdən məlumat verirdi, orada kəşflər var idi. O kitabı da heç də öyrənməklə, 6 aylıq müəllim yanına, ustad yanına gedib öyrənməklə olan elmlər yox idi. Orada qeyb elmləri var idi. Allah Taala'nın Xanım Fatimə-i Zəhranın yanına mələk göndərməsi, ona qeybdən xəbər verməsi, necə ki, Qur'an-ı Kərimdə Məryəm haqqında var, salamullahi əleyhimə, Xanım Fatimə-i Zəhranın məqamından xəbər verir. Görün, nə qədər xanımın Allah yanında məqamı var ki, Allah Taala ona bu məqamı seçmişdir. Ona təsəlli vermək üçün, başsağlığı ünvanında, rahatlığından ötürü Cəbrail əleyhissalam yanına göndərilir və ona bunları öyrədir. Həm elmi məqamı, Xanım Fatimə-i Zəhra çox şeyləri bilirdi, Allah onu öyrətmişdi, mələk vasitəsilə. Qeyb elmini, gələcəyi, keçmişi, hər şeyi. Və 2, xanımın özünün bu elmdən əlavə kitabı imamlara ötürməsi ki, indi kitab İmam Zaman əleyhissalamın yanındadır. İmam Zaman əleyhissalam gələndə inşallah kitabı gətirəcək və Allahın verib Peyğəmbər və onun pak əhl-i beytinə Allah Taala bizi Xanım Fatimə-i Zəhra salamünaleyhanın məqamını düzgün başa düşüb, onu tanıyanlardan qərar versin. Quranda ayə belədir. Allah Taala orada insanların yaratdığı ruhlarına üzün tutubdur. Ələstu bi Rabbikum, ruhlarla danışıb. Sizin Rəbbiniz mən deyiləm. Orada insanlar ki, Allaha cavab veriblər möminlər, qalu bəla, Quran ayəsidir. Allah zər aləmində, ruhlar aləmində, yaratdığı ruhlara, cisimlərdən qabaq sual verib ki, sizin Rəbbiniz mən deyiləm, cavab veriblər möminlər ki, siz onlardansınız, Allahı inkar eləməyənlər. Deyiblər, bəli, sən bizim Rəbbimizsən. Allah Taala cavab verib onlara. Ənə Rabbukum, sizin Rəbbiniz mənəm və Muhammed nəbiyyukum və Aliyyun əmirukum. Sizin Rəbbiniz mənəm, Peyğəmbər sizin elçinizdir, Peyğəmbərinizdir, əmiriniz də kimdir? Həzrət Əli İslamdır. Hörmətə bax. Əslində, Quranın təhrif olunması fikri Şiə məzhəbinin təməl prinsiplərindən və əqidə əsaslarından birisidir. Hətta bəzi şiə alimləri təkcə bu etiqadla yetinməmiş, üstəlik Quranın dəyişdirildiyini isbat etməkdən ötürü müstəqil kitablar belə təlif etmişlər. Sadəcə olaraq, bir çox şiə alimi özlərini müsəlmanların qınağından qorumaq üçün bu əqidəni gizlətmiş və izhar etməkdən çəkinmişlər.
Bu səbəbdən də öz kitablarından və məzhəblərinin alimlərindən bixəbər olan bir çox sıravi şiə bu acı həqiqətdən qafil qalmışlar. Bu qısa məqalədə sizlər bu acı həqiqəti dilə gətirən böyük şiə alimləri və bu məzhəbin dahaları ilə tanış olacaqsınız. Hicrətin 307-ci ildə vəfat etmiş, ən qədim və ən böyük şiə təfsirçilərindən sayılan və Təfsirul Qummi adı ilə məşhurlaşan təfsirin müəllifi Əli ibn İbrahim Əl-Qummi. Əli ibn İbrahim Əl-Qummi öz təfsirində bu etiqadını belə açıqlayır. Qur'anda dəyişdirilmiş və Allahın nazil etdiklərinin əksinə olan ayələr var. Təfsirul Qumminin müqəddiməsi 1-ci cild 24-cü səhifə. Daha sonra Əl-Qummi dəyişdirilmiş və Allahın nazil etdiyi əsl Qur'ana müxalif olduğunu iddia etdiyi çoxlu sayda ayəni və buna dair məsum imamlardan nəql etdiyi hədisləri misal göstərir. Şiə məzhəbinin ən böyük hədis alimi, məzhəbin ən dəyərli və ən etibarlı hədis kitabı olan Əl-Kəfinin müəllifi, Əli ibn İbrahim Əl-Qumminin tələbəsi Muhammed ibn Yaqub Əl-Kuleyni. O, öz etiqadını bu barədə olan hədisləri kitabında rəvayət etməsi ilə bəyan etmişdir. Həmin rəvayətlərdən birini sizlərə təqdim edirik. Cəfər Əs-Sadiq deyir, həqiqətən Cəbrailin Muhammedə gətirdiyi Qur'an 17.000 ayə idi. Kitab-ül Kəfi, cild 2, səhifə 350, hədis nömrə 29. Kitab-ül Kəfini şərh edən şiə alimi Məclisi, Miratul Uqul 12-ci 525-də bu hədisin etibarlı bir hədis olduğunu vurğulayır. Diqqət edin, şiə alimi Əl-Kuleyni iddia edir ki, güya Cəfər Əs-Sadiq demişdir ki, Muhammed Peyğəmbərə nazil olan Qur'anın ayə sayısı 17.000 ayə olubmuş. Halbuki hal-hazırda müsəlmanların əlində olan Qur'anın ayə sayısı 6.236 ayədir. Yəni, heç 7.000-ə çatmır, qaldı ki 17.000 ola. Deməli, Əl-Kuleyninin iddiasına görə, bugün müsəlmanların əlində olan Qur'an, Muhammedə nazil olan əsl Qur'anın yalnız və yalnız 1/3-dir. Səfəvi dövlətinin və öz zamanının ən böyük şiə alimi olan məşhur Biharul Ənvar kitabının müəllifi Mühəmməd Bəqir Əl-Məclisi. O da özündə cürət tapıb, Qur'anın təhrif olunması əqidəsini izhar edən şiə alimlərindən birisidir. Belə ki, o, bayaq qeyd etdiyimiz 17.000 ayə hədisini şərh edərkən ilk növbədə həmin hədisin etibarlı olduğunu qeyd etmiş və daha sonra belə demişdir. Heç də gizli deyildir ki, bu və digər çox sayılı səhih hədislər Qur'anın naqis və dəyişdirilmiş olduğunu açıq bir şəkildə göstərir. Bu barədə olan hədislər mənə görə mənaca mütəvatir dərəcəsindədir. Yəni çox sayılı və inkar olunmazdır. Qur'anın təhrifi barədə olan hədislərin hamısını rədd etmək və inkar etməyə çalışmaq birbaşa hədislərə olan etimadı aradan qaldırmağı labid edir. Mənim zənnimcə bu barədə, yəni Qur'anın təhrifi barədə olan hədislər heç də imamət barədə olan hədislərdən az deyil. Bəs onlar, yəni Qur'anın təhrifini qəbul etməyən alimlər, imaməti hədislər ilə necə isbat edirlər? Yəni bu qədər açıq və çoxsaylı hədislərin mövcudluğuna rəğmən Qur'anın təhrifini qəbul etmədikləri halda, bəs bu hədislər ilə imaməti necə isbat edirlər? Miratul Uqul 12, 525 və bəzi nüsxələrdə səhifə 536. Zamanının ən böyük şiə fəqihlərindən olan Təfsirul Burhan adı ilə məşhur olan Miratul Ənvar adlı təfsirin müəllifi Əbülhəsən Əl-Amili. O da Əl-Məclisi kimi Qur'anın təhrifinə dair imamlardan rəvayət olunmuş hədislərin mütəvatir dərəcəsində, yəni çoxsaylı və inkar olunmaz olduğunu qeyd edərək demişdir. Bil ki, inkar olunmayan həqiqətdir ki, mütəvatir, yəni çoxsaylı və inkar olunmayan və digər xəbərlərə əsasən, həqiqətən Peyğəmbərin vəfatından sonra Qur'anda dəyişikliklər baş vermişdir. Səhabələr Qur'anı topladıqdan sonra bir çox kəlməni və ayəni çıxartmışlar. Daha sonra o təhrif olunmamış əsl Qur'anın Mehdidə olduğunu qeyd edir. Sonra bu əqidəyə sahib olan böyük şiə alimlərindən Kuleyninin, onun ustadı Qumminin, Əyyaşinin, Numaninin, Əbu Talib Ət-Təbərsinin və Məclisinin adını qeyd edərək sözünü belə tamamlayır. Demək olar ki, bu əqidə bizim məzhəbin, şiəliyin zəruriyyətlərindəndir. Təfsirun Burhan, müqəddiməsi 62-ci və ondan sonraki səhifələrə bax. Hörmətli oxucu,
Təbii ki, bu siyahını çox uzatmaq və Quranın təhrif olunduğunu etiraf edən onlarla Şiyə alimini misal göstərmək olar. Onlardan Mühəmməd ibn Xalid Əl-Bərqi, Əl-Fəzl ibn Şazan, Məhəmməd ibn Həsən Əs-Sayrafi, Səd ibn Abdullah Əl-Qummi, Əyyaşi, Əbulqasım Əl-Kufi, Şeyx Adnan Əl-Bəhrani, Yusif Əl-Bəhrani, Kəmaləddin Meysəm Əl-Bəhrani, Şeyx Mühsin Əl-Kaşani, Əhməd ibn Əbi Talib Ət-Təbərsi, Nemətullah Əl-Cəzairi, Məzəndarani, Ən-Nuri Ət-Təbərsi, Abbas Əl-Qummi və digərlərinin adlarını qeyd etmək olar. İndi sizə demək olar ki, hər bir şiyyənin evində olan dua və zikir kitabı Məfətihül Cinan kitabından Quranın təhrifinə dair bir nümunəni təqdim edirik. Deməli, kitabın müəllifi məşhur şiyyə alimi Abbas Əl-Qummi Cümə gününün əməlləri bölümündə 63-cü səhifədə belə yazır. Həqiqətən də Cümə günü Ayətəl-Kürsinin nazil olduğu kimi oxumağın böyük səbəbi vardır. Abbas Qummi demək istəyir ki, ey şiyyə, əgər sən Cümə günləri Ayətəl-Kürsini hal-hazırda əlimizdə olan Qurana görə deyil, məhz nazil olduğu kimi, yəni təhrif olunmamış, dəyişdirilməmiş formada oxusan, o zaman bunun böyük əcri olar. Elə həmin səhifədə də haşiyədə iddia olunan Ayətəl-Kürsi qeyd olunmuşdur. Hörmətli oxucu, Quranın dəyişdirildiyi etiqadı əslində Şiyyə məzhəbinin əsas etiqadlarından birisidir. Sadəcə olaraq onlar bu etiqada sahib olduqlarından ötürü tarix boyu müsəlmanlar tərəfindən tənqid və təhqir edildiklərinə görə bu bizə qarşı böhtan və yalandır deməyə məcbur oldular. Əvvəldə də qeyd etdiyimiz kimi bir çox şiyyə alimi özlərini müsəlmanların qınağından qorumaq üçün məhz təqiyyə ilə bu əqidəni gizlətmiş və izhar etməkdən çəkinmişlər. Bu səbəbdən də öz kitablarından və məzhəblərinin alimlərindən bixəbər olan bir çox sıravi şiyyə bu acı həqiqətdən qafil qalmışlar. Bu acı həqiqət barədə görün böyük şiyyə alimi Nemətullah Əl-Cəzairi nə deyir? Bizim əshabımız, yəni şiyyə alimləri, açıq-aydın Quranın təhrif olunduğuna dəlalət edən bu qədər mütəvatir, inkar olunmaz və çoxsaylı hədislərin etibarlılığını təsdiq ediblər. Bəli, bu məsələdə Mürtəza, Saduq və Şeyx Təbərsi şiyyə alimlərinə müxalif olmuşdur. Onlar belə hökm vermişdilər ki, iki üzlük arasında olan Quran təhrif edilmədən və dəyişdirilmədən nazil olmuş Qurandır. Görünən budur ki, onlar bunu, yəni Quranın təhrif olunmadığını bir çox məsləhət və səbəbdən ötürü demişlər. Bu məsləhət səbəblərdən birisi də Qurana tənə etmək qapısını bağlamaq olmuşdur. Çünki Quranın təhrif edilməsi mümkün olsaydı, onun hökm və qaydalarına necə əməl etmək olardı? Onlar müəyyən məsləhət və səbəblərdən ötürü zahirdə bunu inkar etsələr də, öz kitablarında Qur'anın təhrif edildiyinə dair çoxsaylı hədislər rəvayət etmişlər. Nemətullah Əl-Cəzairi, Əl-Ənvar-ı Numaniyyə 2-357-359. Eyni mənbədə, bir sonraki səhifələrdə Nemətullah Əl-Cəzairi bir çox şiyyəni maraqlandıran bir sualı belə cavablandırır. Əgər deyilsə ki, Qur'anın dəyişdirilməsi ilə birgə onu oxumaq və onunla əməl etmək necə mümkün olur? Cavabında deyirəm, artıq hədislərdə məsum imamlardan rəvayət olunmuşdur ki, onlar öz şiyyələrinə əldə mövcud olan Qur'anı namazda və başqa ibadətlərdə oxumağı və onun hökmləri ilə əməl etməyə əmr etmişdilər. O vaxtacan ağamız sahib əz-zaman zuhur edəcək və insanların əllərində olan Qur'anı səmaya qaldıracaq. Əmirül-Mumininin, yəni Əlinin yazdığı əsl Qur'anı ortaya çıxaracaq. Onu oxuyacaq və onun hükümləri ilə əməl edəcək. Ənvar-ı Numaniyyə 2-363. Hörmətli oxucu, indi səni təsəvvür belə edə bilməyəcəyin bir faktla üzbəüz qoyacaq. Şiyyə alimləri tərəfindən bütün bu deyilənlər azmış kimi, təxmini əsr yarım bundan öncə yaşamış məşhur şiyyə alimi Ən-Nuri Ət-Təbərsi özündə biraz da cürət taparaq Qur'anın təhrifini isbat etməkdən ötürü Fəsil Əl-Xitab fi İsbat Təhrif Kitab Rabbəl-Ərbab adlı müstəqil bir kitab qələmə almışdır. O bu kitabında Qur'anın təhrifinə dair məsum imamlardan nəql olunmuş və şiyyənin hədis elmindəki qaydalarına uyğun yüzlərlə səhih hədisi dəlil gətirir. Şübhəsiz ki, o, bu hədislərin səhihliyini bunları inkar edən başqa şiyyə alimlərindən daha yaxşı bilirdi. Unutmaq lazım deyil ki, Nuri Ət-Təbərsi şiyyə məzhəbinin ən sonuncu və ən böyük mühəddislərindəndir. Hətta daha sonralar o, bu kitabına irad tutanlara qarşı Lirad Bədə Şubuhat Ən Fəsil Əl-Xitab adlı bir kitab da yazmışdır. Onu da qeyd edək ki, Ən-Nuri Ət-Təbərsi şiyyə məzhəbinin 8 ən mötəbər kitabından biri olan Müstədrək Əl-Vəsail adlı kitabında müəllifidir. Ey şiyyə həmvətənim!
Sənə təqdim etdiyim bu həqiqətlərin necə acı bir həqiqət olduğunu çox gözəl bilirəm. Acı da olsa, həqiqət bundan ibarətdir. Əslində burada təəccüblənəsi bir hal da yoxdur. Çünki Şiyə məzhəbinə görə 5-10 səhabədən başqa Allah Rəsulunun bütün səhabələri onun sağlığında münafiq, vəfatından sonra isə mürtəd, yəni kafir olmuşlar. Qur'anı öz sinələrində hifz edən, onu bir kitab halına salıb toplayan və sonraki nəsillərə nəql edən isə məhz Allah Rəsulunun səhabələri olmuşdur. Bəs nəql edənə, yəni səhabələrə dil uzatmaq, nəql olunana, yəni Qur'ana dil uzatmağı vacib etmirmi? Elə isə bu barədə düşün. Onu da qeyd edək ki, Şiyə hədis kitablarında məsum saydıqları imamların adından 2000-dən artıq hədis rəvayət olunmuşdur. Heç şübhəsiz ki, bu hədislərin hamısı uydurmadır və uca Allahın bu ayəsinə də müxalifdir. Şübhəsiz ki, zikri biz nazil etdik, əlbəttə biz də onu qoruyacağıq. Lakin burada önəmli bir sual ortaya çıxır. 1. Cəmi bir mövzu ilə əlaqəli bu qədər hədis necə uyduruldu? Nəticə etibarı ilə deyirik ki, deməli, əgər bir məzhəbdə ki, cəmi bir mövzuda, həm də bu cür həyati bir mövzuda məsum saydıqları imamların adından bu qədər yalan hədis uydurula bilinirsə, deməli bu yolun, bu məzhəbin Əhl-i Beyt məzhəbi olmasından söhbət belə gedə bilməz. Amma Əhl-i Sünnətin əqidəsinə gəldikdə isə, onlara görə Qur'anın təhrif olunduğuna etiqad etmək küfürdür. Misal üçün, Əhl-i Sünnət alimlərindən olan İbn Qudamə demişdir. Heç bir ixtilaf yoxdur ki, əgər bir şəxs Qur'andan bir surəni və ya bir ayəni, yaxud bir kəlməni və ya bir hərfi belə inkar etsə, o ittifaqla kafirdir. Lum'atul Etiqad, səhifə 19. Başqa bir sünni alimi Qazi İyad isə Əş-Şifa adlı kitabında belə deyir. Bil ki, kim Qur'anın yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa, yaxud onu söysə, yaxud ki onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya xəbəri yalan saysa, və yaxud onun inkar etdiyini isbat etsə, və yaxud onun isbat etdiyini bilə-bilə inkar etsə, və yaxud ondan bir surəyə və ya ayəyə şəkk etsə, o şəxs bütünlüklə elm əhlinin nəzərində kafir sayılar. Müəllif Şeyx Abu Zeyd. Şübhəsiz ki, zikri biz nazil etdik. Əlbəttə, biz də onu qoruyacağıq. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifə layiq Allah tərəfindən nazil edilmişdir.